Günəşli xalqından, kollektiv adından üzr istəyirik. Paytaxtda Yeni Günəşli yaşayış massivindəki Çayk adlı restoran barədə bir neçə gün əvvəl reportaj hazırlamışdıq. O zaman qaynaq xəttimizə müraciət edən sakinlər bildirdilər ki, bu restorandan gələn musiqi səsləri o qədər yüksəkdir ki, onların rahatlığını pozur, yatmağa imkan vermir. Pəncərəni aça bilmirsən ki, səs birbaşa evin içindədir. Tədbirlər keçiriləndə səsi çox yüksəkdən verilir. Bəli, biz gəldik, çəkdik, göstərdik, reportaj yayımlandı və xeyli müzakirələr səbəb oldu. Hətta obyektin rəhbərliyi tənqid olundu. Bu dəfə isə elə o obyektin rəhbərliyi bizə müraciət edib ki, deyəcək sözüm var. Günəşli xalqından yəni biz o səs-küyü eləmişiksə, bizə Çayka adından, kollektiv adından üzr istəyirik. Yəni bizə hər zaman olmur. Sadəcə olaraq bizim Çaykanın 10 yaşı idi. 10 yaşına görə tədbir keçirmişdik. Yəni onu da 12-nin yarısı stop verdik, dayandırdık. Cəmaatı yəni narahat eləmişiksə üzürlü sayın.